Salam dostlar, nano izolyasiya sizləndir Ləşin 8-ci talanından və burada belə bir dekorativ hovuzdur. Deməli, gördüyünüz kimi bir dənə də düz yer yoxdur. Deməli, burada tikilib, betonlanıb, sonra sürtmə izolyasiyaya çəkilmişdi və sonda ağlay rəngi belə bir deməli maye rezin. Yəni burada belə bir qaya daşıdır. Elə bu hovuzun yerindən, torpağından çıxan bu qaydada deməli deşiklər açılıb və boru açılaraq buradan deməli dəvə boynu əvəzi belə bir qurğu yığılıb burada. Yəni motor artıq işləyir. Hovuz su ilə dolub. İndi burada tikinti gedir deyə bəzi belə şeylər tökülüb içinə. Bunları da biz yığışdırırıq. Asırıq qırağa. Ümumiyyətlə görüntü olaraq gördüyünüz kimi çox gözəl, maraqlı bir mənzərə alınıb və məncə nəticə çox əladır. Yəni bura 3 qat vurulub ki, qalın olsun və gördüyünüz kimi çox keyfiyyətli. Həm izolyasiya, həm rəng olaraq maraqlı, elə hasarla, bu qaya daşları ilə ansambl təşkil edir. Maye rezin boya, -25 şaxta, -80 dərəcə isti, gün şüası, yüngül hovuz turşuları, yəni xlora, istənilən hava şəraitinə dözümlü örtüyləmə materialıdır. Həm izolyasiyada, həm belə deyək, boyadır, kraskadır. İstənilən rəngi var. İstənilən materiala, o cümlədən kafel, metlaq, deməli, bunun kimi sürtmə izolyasiya, mərmər, qranit, daş, taxta, dəmir və digər istənilən materiallara, o cümlədən şüşə, mozaika yapışır. Lüboy istənilən rəngi var, həmçinin şəffafı da var. Əgər zahiri görünüşün dəyişməsini istəmirsinizsə və su, buxar, istilik, elektrik izolyasiyası, həm işçilik daxil açar, təhvil işlərlə bağlı, həm xüsusi təyinatlı materiallarla bağlı buyurun müraciət eləyin. 070 653 03 92. Biz də indi bu hovuzda sərinlənmə niyyətimiz var. Çünki dəhşət istilər var. Ona görə də sərinlənmək lazımdır. İnşallah siz də hovuz istəyirsinizsə, lap sıfırdan tikdirmək istəyirsinizsə, buyurun müraciət eləyin. 070 653 03 92. Nano izolyasiya Azərbaycan adım Emilli. Gələn işlər və görüşlərə dək Allah amanında uğurlar.